Bismillah, velhamdülillah, və salatu və salamu ala Rasulillah, əmmə bə'd. Əssalamu aleykum və rahmetullahi və bərəkatuhu. Elhamdülillah, Allah subhanahu və teala'ya həmd sanalar olsun. Ramazandan sonra ilk dərsimizdir. Allah azza və cəllə bizi onun razı qaldığı etiqada, sözə və əmələ müvəffəq etsin. Dərsə qaldığımız yerdən davam edirik. Dərsimiz imanı artıracaq, yəni səbəblər, İman ağacı kitabında imanı artıracaq səbəblər fəsli. Və şeyx buyurur ki, وَمِنْ دَوَاعِ الْإِلْمَانِ وَأَسْبَابِهِ الدَّعْوَةُ إِلَى اللّٰهِ وَإِلَى دِينِهِ. Yəni, imanı artıran səbəblərdən və maddələrdən biri Allah Azza və Cəlləyə və onun dininə dəvət etməkdir. Min a'zami ma yuqavvil imani və yazidul iman fil qalbi an tad'u ila dinillah. Yəni, bir insanın qəlbində imanın artması və onun güclənməyinin ən böyük səbəblərindən biri Allahın dininə dəvət etməkdir. An tad'u ila Allahi muxlasan fala tad'u ila nafsik. Yəni, Allahın dininə ixlaslı şəkildə dəvət etmək, nəfsinə deyil. Və la turidu an tumdah, və la turidu malan, və la turidu şey'an minən nəs. Yəni, bu dəvətdə ixlaslı olmaq nə deməkdir? Yəni, istəməyəsən ki, səni kimsə tərifləsin və yaxud da bu dəvəti mala, mülkə görə etməyəsən və ya bu dəvəti insanlardan nəsə istəmək üçün etməyəsən. Və innəmə təd'u ilallah. Sadəcə sırf Allah Azza və Cəlləyə dəvət edəsən. Və bu imanı artıran səbəblərdən biridir. Və ən təkunu dəvətuka alə bəsirə. Və dəvətin də necə olmalıdır? Allah və onun dininə dəvətin bəsirət üzərə olmalıdır. Hiyə mə fil kitabi və sünnə. Bəsirət də nədir? Kitab və sünnədə nə varsa, bax, o bəsirət adlanır. Yəni, sənin Allaha və onun dininə dəvətin kitab və sünnət üzrə olmalıdır. Və izə dəəftə ilə dinillah alə bəsirə zədə imanə. Yəni, sən Allahın dininə bəsirət üzrə dəvət etdiyin zaman sənin imanın artır. Nəyə görə imanın artır? Ləənnə dəvətə ilallah min əzəməl ibadət. Çünki Allaha dəvət etmək ən əzəmətli ibadətlərdən biridir. Və min əməl ibadə zədə imanəhu. Madəm ki, bu əməl ibadətdir, deməli, o ibadət sənin imanını artıracaq. Çünki salih əməl imanı artırır. İkinci səbəb, ənnəkə izə dəəftə ilə dinillah fə əntə müctəhid fi hifzi dinillah. Sən Allaha və onun dininə dəvət etdiyin zaman nəyə çalışırsan? Allahın dinini qorumağa. Və siqa ennəllah səyəhfuzu dinik. Bil ki, güvən ki, Allah Taala da bunun müqabilində sənin dinini qoruyacaq. Nəyə görə? Ləənnəl qaidə, çünki qayda odur ki, əl-cəzə min cinsil əməl. Çünki cəza və ya mükafat və ya əməlin cinsindəndir. Həmçinin imanı artıracaq şeylərdən biri nədir? وَالتَّوَاسِ بِالْحَقِّ وَالتَّوَاسِ بِالصَّبْرِ. Haqqı tövsiyə etmək və səbri tövsiyə etmək. وَدَعْوَةُ إِلَى أَسْلِ الدِّينِ. Yəni, dinin əslinə dəvət etmək. وَدَعْوَةُ إِلَى إِلْتِزَامِ بِشَرَائِئِهِ بِالْأَمْرِ بِالْمَعْرُوفِ وَنَهْيِ عَنِ الْمُنْكَرِ. Həmçinin şəriətə bağlanmağa dəvət etmək. Nə ilə? Yaxşılığı əmr etmək və pislikdən çəkindirməklə. Və bizəlikə yakmulu əl-abdu binəfsi. Beləcə, qul bunları etdiyi zaman öz nəfsini kamilləşdirir. Və yukmilu qeyruhu. Həmçinin başqalarını da kamilləşdirir. Kəmə əqsəmə təalə bil-əsr. Necə ki, Allah Azza və Cəllə əsrə and içib. Ənnə cinsəl insani ləfi xusur. İnsan cinsi xüsran içindədir. İllə mən ittəsəfə bi sifətin ərbəh.
Yalnız bu 4 sifətlə sifətlənənlərdən başqa. Bunlar da hansıdır? Əl-imanu vəl-əməlu salih. İman və salih əməl. Əlləzəni bihimə təkmilul nəfs. Hansı ki, bu iki şeylə nəfs təkmilləşir. Yəni, iman etmək və salih əməl etmək. وَالتَّوَاصَ بِالْحَقِّ الَّذِي هُوَ الْعِلْمُ النَّافِعُ وَالْعَمَلُ الصَّالِحُ وَالدِّينُ الْحَقِّ. Yəni, haqqı tövsiyə etmək, o da nədir? Faydalı elm və salih əməldir. Və haqq dindir. Və bis-səbri ələ zəlik kullihi. Və bunun hamısına da səbr etmək. Və bihimə yukməlu qeyruhu. Və bu iki şeylə də sən digərlərini kamilləşdirirsən. Yəni, ənnən nəci minəl xusran huvə səi fi təkmili nəfsihi bil iman vəl-əməlu salih. Yəni, xusrandan nicat tapan kimlərdir? Öz nəfsini təkmilləşdirib, yəni imanla və salih əməllə öz nəfsini təkmilləşdirib və başqalarının da təkmilləşməsinə səbəb olan kəslərdir. Başqalarını necə təkmilləşdirir? Haqqa və səbrə çağırmaqla. Və la təkunu dəvətu illə bihaq və sabr. Dəvət var, yalnız haqq və səbirlə olur. Və illə mə kənət dəvətu ilallah. Yox, bu iki şey olmazsa, sənin Allaha dəvətin alınmayacaq. Və mən ləm yurzik əs-sabr fələn yəkunu dəiyyətən ilallah. Kimə səbir ruzisi verilməyibsə, o adam Allaha dəvətçi sayıla bilməz. Nəyə görə? Ləənnəhu immə ən yubtələ biədən nəs. Çünki o dəvətçi ya insanların əziyyətinə mübtəla olacaq və izləm yəkunu sabirən və bu əziyyətlə qarşılaşanda səbr etməsə, səyutruku əd-dəvə. O dəvəti tərk edəcək. Elə deyil? Deməli, Allaha dəvət edənin hökmən səbirli olması lazımdır. Nəyə görə? O Allah üçün dəvətdə insanların əziyyəti ilə rastlaşanda, səbri olmayanda o dəvəti tərk edəcək. Və yaxud da və immə ən yubtələ bi iqbəlin nəs əleyhi. Yaxud da o nə ilə üzləşəcək? İnsanların onun dəvətinə icabət etməsi ilə. Axın insanlar ona tərəf gələcək. Bunun özü imtihandır. فَإِذَا لَمْ يَكُنْ صَابِرًا. Bu halda da o əgər səbr edən olmasa, səyədu ilə nəfsi. Yəni, daha sonra o öz nəfsinə dəvət edəcək. Elə ki, görür ki, insanlar artıq buna tərəf gəlir. Səbirli olmasa, bu iqbələ insanların ona tərəf axınla. Onun öz nəfsinə çağırması yaxındır. Və yəbdə yuqarib mə əlləzi yuriduhun nəs. Və belə olduğu halda o dəvətçi baxacaq insanlar nə istəyir. Və məlləzi yəcəlun nəs, yəni insanları razı salacaq şey nədir? Və yaxud da insanları qəzəbləndirəcək şey nədir? Ona baxacaq. Ləənnəhu zəqə iqbələ nəs əleyhi. Çünki o, insanların ona tərəf axınının dadını alıb. Artıq bu da onun damağında qalıb. Və məcburdur ki, bu da getməsin deyə insanın razı qalacaq sözləri desin. Yəni, səbirli olmasa o bu şeylə imtihan olacaq. Və izləm yəkunu indəhu səbr. Yəni, onun yanında bu səbr olmasa, hansı ki, o səbr onu salih niyyət, Allahın üzünü axtaracaq salih niyyətdən xəbis niyyətə keçməyi həbs edəcək. Səbr olmasa, onun ayaqları zillətə gedəcək. Yəni, onda o səbr olmalıdır ki, o işin başına nə ilə başlamışdı? Allaha dəvət etmək, Allahın üzünü qazanmaq üçün. Onda bu səbr olmasa, o niyyətini xəbis bir niyyətlə dəyişəcək. Çünki insanların axın sənə gəlməyi səndə nə hissi yaradacaq? Ucub, mən şeyxəm, mənim bir kütləm var. Bu şeyləri dəf edəcək səbr olmasa səndə, sən ayağın
yəni zillətə uğraması yaxındır. Və zəlik ənnən nəfsəd dəvəti iləllahi və nəsihətə liibadihi min əkbəri müqavviyyətil iman. Və beləcə Allah Azza və Cəlləyə dəvət etmək, həmçinin onun qullarına nəsihət etmək imanı gücləndirən ən böyük səbəblərdəndir. Və sahibu dəvə, dəvət sahibi labudda ən yəs'ə binəsri hədihi dəvə. Dəvət sahibi labuddir ki, bu dəvətə kömək etməyə can atsın. Və yuqimul ədilləti vəl-bərahinə alə təhqiqihə. Və o, imanın təhqiqində, bu dəvətin təhqiqində dəlilləri, burhanları sərd etsin, ayaq üstə saxlasın. Və yətil umura min əbvəbihə. Və bütün işlərə onun qapılarından daxil olsun. Və yətəvəssəlu iləl umuri min turigihə. Bütün işlərə yolları ilə yaxınlaşsın. Və hədihil umur min turqul iman və əbvəbihi. Və bu işlər də imanın yolu və onun qapılarıdır. Və eydən fə innəl cəzə min cinsil əməl. Və biz dedik ki, cəza əməlin cinsindəndir. Və kəmə səə ilə təxmilil ibadi və nushihim və təvsiyyətihim bil haqq və səbərə ələ zəlik. Elə ki, bir insan, insanların mükəmməl olmasına çalışdığı zaman, nəsiyyəti ilə, tövsiyəsi ilə, haqqı yəni, və səbirli olması ilə, labudda ən yücaziyəhullahu min cinsi əməlhi. Labuddur ki, Allah onu həmin o əməlin cinsi ilə mükafatlandırsın. Və yüəyyidəhu binuri minhu və ruhin. Və Allah onu nur və ruhla təhs eyləsin. Bi quvvəti imanihi. İmanın qüvvəti ilə və quvvəti təvəkkül və təvəkkülün gücü ilə. Şeyx Süleyman Ruheyli buyurur ki, Huna labudda min ən turaqəbəl qəsd. Burada labuddur ki, qəsdə baxasan. Liənnəllaha yuamiluka bi qəsdik. Çünki Allah səninlə necə müamilə edir? Qəsdivə görə. Allah insanla onun qəsdinə görə müamilə edir. فَإِنْ كَانَ الْقَسْدِ حَسَنًا فَالْعَمَلُ صَالِحًا فَالْجَزَاءُ مِنْ جِنْسِ الْأَمَلِ. Elə ki, sənin qəsdin gözəl və əməlin də salih olsa, bəli, əməl cinsin, cəza əməlin cinsindən olacaq. Yox, qəsdin fəsad olsa, şəri və qədəri qayda nədir? Yəni, fəsadlı qəsdin cəzası da fəsadlı olacaq. Və iskənət təd'u iləllahi alə bəsirə və iskuntə təd'u iləllahi bəsirə alə bəsirə və sən əgər Allaha bəsirət üzrə dəvət etsən, fə innəllaha yəhfuzu ləkə dini. Allah sənin üçün sənin dinini qoruyacaq. Əmmə iskuntə təd'u iləllahi min əcli şührə. Əgər yox, sən Allahın dininə əldə, yəni şöhrət əldə etmək üçün dəvət etsən, Allah qorusun, sənin sonun dünyada və ya axirətdə qiyamət günü şahid olacaq, şahidlərin içində biabırsılıqdır. Daha sonra müəllif buyurur ki, فَإِنَّ الْإِيمَانَ قُوَّةَ التَّوَكُّلِ عَلَى اللّٰهِ. Allaha təvəkkülün qüvvəti. فَإِنَّ الْإِيمَانَ قُوَّةَ. İman və Allaha təvəkkülün qüvvəti miqdarında يَحْسِلُ بِهِ النَّصْرُ عَلَى الْأَعْدَاءِ. Sənin düşmənlərə qarşı Allah tərəfindən, yəni köməyin hasil olacaq. Yəni sənin Allaha iman və ona təvəkkülün miqdarında düşmənlər üzərinə qalibliyin o miqdarda hasil olacaq. Hansı düşmənlər? Min şeyatinil ins və şeyatinil cin. Cinlər və insanlardan olan şeytanlar üzərində. Allah Azza və Cəllə buyurur ki, İnnəhu leysə ləhu sultanun aləl-ləzīnə əmənu və alə rabbihim yətəvəkkəlun. O şeytanın Rəblərinə iman edib və ona təvəkkül edənlər üzərinə heç bir qüdrəti, qüvvəsi, sultanı yoxdur. Və eydən fə innə
متصدي لنفس الحق ومن تصدى لشيء فلا بد أن يفتح عليه فيه من الفتوحات العلمية والإيمانية بمقدار صدقه وإخلاصه. Yəni sən haqqa kömək etdiyin müddət, haqqın qabağında batilə qarşı sədd çəkdiyin müddət Allah Azza və Cəllə sənə elm və imanın qapılarını açacaq. Sənin sidq və ixlasının miqdarında. Və dəiyyətü ilallah nasrun lillah. Allaha dəvət edən Allahın, yəni Allaha kömək etmişdir, yəni. Və mən nəsr Allah, nəsrəhullah. Və kim də Allaha kömək edərsə, Allah da ona kömək edər. Yəni, kim Allahın dinini qoruyarsa, Allah da onun həm dinini, həm irzini qoruyar, yəni. Daha sonra müəllif buyurur ki, وَمِنْ أَحَمِّ مَوَدَّةِ الْإِيمَانِ وَمُقَوِّيَاتِهِ. Həmçinin imanın ən önəmli maddələrindən və onu ən qüvvətli səbəblərindən biri təvtinun nəfsi ələ müqavimati cəmi'i mə yunafil iman min şüb'əl küfr və nifaq və fusuq və isyan. İnsanın imana zidd olacaq şeylərin önündə müqavimət göstərməsidir. Küfrün, nifaqın, fasiqliyin və isyanın şöbələrində. Deməli, elə ki, şeyx deyir, imanı artıracaq şeylərdən danışdı və keçdi imanı qoruyacaq şeylərə. Yəni, buna qədər danışdığımız hər bir məsələ imanı artıracaq məsələlərdən idi. Lakin indiki məsələ, danışacağımız indiki məsələ, imanın ziddi olan şeylərdən imanı qorumaqdır. İmanı külli olaraq aparan nədir? Şirkdir. Və yaxud da onu naqisləşdirəcək nədir? Daimi asilik etməyindir. Həqiqətən imanı qorumaq onu artırmağa qədər aparır. Kim imanını qoruyarsa, imanı artar. فَإِنَّهُ كَمَا أَنَّهُ لَا بُدَّ فِي الْإِيمَانِ مِنْ فِعْلِ جَمِيعِ الْأَسْبَابِ مُقَوِّيَاتِ الْمُنَمِّيَاتِ لَهُ. Yəni, imanı labüddür ki, imanı artıracaq və onu böyüdəcək bütün səbəblər, bütün feillər olsun. Həmçinin labüddür ki, nə olsun? Onun ziddi olan, ona mani olacaq şeyləri dəf edən səbəblər olsun. O da nədir? Asiliklərdən uzaq durmaq. Və o asilikdən törənən şeylərə tövbə etmək. Həmçinin də cavarihləri bütün haramlardan qorumaqdır. Yəni, şeyx deyir ki, labüddür ki, imanı artıracaq o feillər var ha. Onun hamısı səndə olsun. Bununla yanaşı, labüddür ki, səndə onun ziddi olan şeylər var ha. Onu dəf edəcək şeylər səndə olsun. Yəni, şeyx buyurur ki, İnsan necə öz imanını qoruya bilər? İnsan öz imanını Allaha təqvası ilə qoruyur. Günahlarını tərk edərək. Əgər sənin ayaqların zillətə düşsə, tövbə et. Peyğəmbər sallallahu aleyhi ve səlləm Muaza olan vəsiyyətində, gör nə deyir Muaza? İttəqillah heysu məkunta. Harda olursan o, Allahdan qorx. Və ətbil seyyiətəl həsənə təmhuhə. Və bir pis iş işlədin, dərhal onun ardından yaxşı bir iş gör ki, o yaxşı iş pis işini silsin. Yəni, imanını qorusun. Demək, iman nə ilə qorunur? Allaha qarşı təqvalı olmaqla. Və şeyx buyurur ki, Allaha qarşı təqvalı ol. Günahlardan uzaq dur. Ayaqların zillətə uğrasa,
dərhal öz nəfsivi bu zillətdən təmizlənməyə həris ol. Ona görə Allah Rəsul deyir ki, ətbi' bədir, yəni dərhal. Gözləmə, etdiyin nəsə günah, dərhal tövbə elə və ya dərhal yaxşılıq elə. Və müqavimətü fitnə şübhət vəl-qadihəti fi ulumil iman. Pis şübhələri imanın elmləri ilə pis şübhələrə müqavimətli ol. El-mud'ifəti ləhu və şəhəvətin mud'ifəti li iradətil iman. İmanı zəiflədən, yəni imanın biz dedik ki, yəni imanı zəiflədəcək səbəblər var. Şəhvətlər. İmanın iradəsini zəiflədir şəhvətlər. Yəni, bil ki, şeytanın 2 dənə silahı var. Şübhələr və şəhvətlər. Şübhələr imanın özünə birbaşa təsir edir. Yəni, imanın özünə təsir edir şübhə. Şəhvət isə bir insanın qəlbində imanın iradəsini zəiflədir. Var imanın özünə təsir edir, var imanın iradəsini zəiflədir. Allaha qarşı dönməyi zəiflədir. Və şeytan deyir, insanın qəlbini iyniyir. Subhanallah, sözə bax. Şeytan insanın qəlbini iyniyir. فَاِنْ رَاءَ مِنْهُمْ مَيْلًا ilə şübhət və görsə ki, o qulda şübhələrə qarşı meyil var, qəlbini yeni baxır, görsə ki, o qulda şübhələrə qarşı meyil var, bütün şübhələri o qulun qəlbinə cəm edəcək. Bütün şübhələri o qulun qəlbinə cəm edəcək. Yox, görsə ki, o qulun qəlbində şəhvətlərə meyil var, iyniyir axı qəlbi. Bütün şəhvətləri o qulda cəm edəcək. Niyə? Onun imanı zəifləsin deyə. Çünki şübhə imanın özünə, şəhvət isə imanın zəifləməsinə səbəbdir. O iradə ki var, فَإِنَّ الْإِرَادَةِ الَّتِي أَسْلُهَا رَغْبَةُ فِي الْخَيْرِ وَمَحَبَّتُهُ وَسَعْيُ فِيهِ. O iradə ki var, onun əsli xeyrə rəğbət, onu sevmək, ona səy etməkdir. Tamam olmur ta ki sən o xeyrin, o məhəbbətin əksi olan şərə müqavimət göstərmədiksə, pis, yəni nəfsin pis şeylərə əmr edən nəfs var, ona müqavimət göstərmədiksə, o iradə tamamlanmaz. Başa düşdünüz bu cümləni? Qul nə zaman ki şübhə fitnəsə düşməyini qorusa, yəni düşməsə, həmçinin şəhvətlərin fitnəsinə düşməsə, o imanını tamamlayır və onu gücləndirir. Və onun imanı Allahın ayədə o bostanı misal verir, ona bənzəyir. Deyir ki, həmin o bostan sahibləri, yəni Allaha iman edənlər barədə. Kəməsəli cənnətin birəvbətin əsabəhə vabilun. Onların misalı qayanın üzərində olan bağçaya bənzəyir. Hansı ki, ora yağış isabət edir və ukulhə difən və o öz səmərəsini 2 qat verir. فَاِنْ لَمْ يُسِيبَهَ وَابِلٌ فَتَلٌّ. Yəni, yağış ona düşməsə də narın yağış düşər, bəs eləyir o. Vallahu bimə tə'məlunə bəsir. Çünki Allah sizin etdiklərinizi biləndir. Və Süleyman Ruheyli buyurur ki, şübhələrdən və şəhvətlərdən, bu 2 fitnədən qul özünü qoruya bilər. Yəni, səbəblər çoxdur. Ən böyük səbəbi nədir? Əl-ilmus sahih, səhih doğru elmlə özünü şübhələrdən və şəhvətlərdən qoruya bilər. Səhih elm nədir? Əl-məbniyyu aləl-kitabillah və alə sünnəti Rasulillah sallallahu aleyhi ve sellem və alə fəhmis sələf. Səhih elmdə Allahın kitabın, Peyğəmbər sallallahu aleyhi və səlləmin
sünnəti üzrə qurulan, həmsinin sələfin fəhmi ilə, bu kitab və sünnənin sələfin fəhmi ilə başa düşülən elmdir. Bu elm insanı şübhə və şəhvətlər fitnəsindən qoruyur. Əgər elm Allahın kitabı və Peyğəmbər sallallahu aleyhi ve səlləmin sünnəti üzrə olmasa, həmsinin sələfin fəhmi üzrə olmasa, bunun özü elə şübhədir. O elm ki, Allahın kitabı, Peyğəmbər sallallahu aleyhi ve sünnəti üzrə deyil, həmsinin sələfin fəhmi üzrə deyil, onun özü elə özlüyündə bir şübhədir. Huvə bi nəfsihi şübhə. Və o insanı, Allah qorusun, ilhada, yəni dindən, doğru yoldan çıxartmağa qədər gətirib çıxarar. Çünki faydalı elm Allahın kitabı, Peyğəmbər sallallahu aleyhi ve səlləmin sünnəti və sələfin fəhmi üzərinə qurulan elmdir. Hansı ki, qul bu elmdən şübhələr və şəhvətlər fitnəsindən özünü qoruyur. Şeyx Abdurrahman bin Sa'd burada kiçik şeir bənd deyir. İləm huditə ənə a'zəməl minən ilmu yuzilu şəkkə ənkə vəddər. Yəni deyir ki, burada müəllif Allahın sənə verdiyi ən böyük nimətlərdən biri və sənə ruzi olaraq ən böyük verdiyi nimətlərdən biri elmdir ki, hansı ki o elm səndən şəkki şübhəni aparır. Həmsinin şəhvəti aparır. Həmsinin bu elm ən böyük səbəbdir ki, səni şübhələrdən, şəhvətlərdən qoruyur. O elm hansıdır? Səhi və faydalı elm. Elə ki, وَمَتَى كَانَ الْأَمْرُ بِالْأَقْسِ بِأَنْ İstəvlət əleyhin nəfsu əl-əmməratu bis-su. Elə ki, iş bunun əksi olduğu zaman pisliyi əmr edən nəfs səni hökmü altına alacaq və səni şübhələr və şəhvətlər fitnəsinə soxacaq. Onlardan birinə və hər ikisinə. Allah Azza və Cəllə buyurur ki, Əyyəvəddu əhədukum, əgər sizlərdən biriniz istəyərmi, ən təkunu ləhu cənnətun, onun bir baxçası olsun, min nəxilin xurmadan və ənəbin üzümdən, təcrimin təhdiyələn hər, hansı ki, altından çaylar axan. Fiyhə min kulli səmərət, orada cürəbəcür, yəni səmərələr var, və əsəbəhül kibəru, və ona qozalıq dərsin, və onun zürriyyəti zəif olsun, bu anda onun o bağçasını yandıracaq bir şiddətli külək gəlsin. Allah sizə ayələrini belə bəyan edir ki, siz fikirləşəsiniz. Yəni deyir ki, iman bostan kimidir. İman qulun qəlbində bostan kimidir. Şübhələr və şəhvətlər həmin o bostana düşən, o bostanı yandıran rüzgardır. Bu bostanı, yəni qəlbindir bostan, bu bostanı təmizlə, bu bostanı qoru. Az qalıb qutarıq. Mömin qul, Allahın müvəffəq etdiyi mömin qulda iki şey olur. Bir, imanın əsaslarını və furularını təhqiq etmək. Necə təhqiq etmək? Həm elmi olaraq, həm əməli olaraq, həm hal olaraq. İki, o imana zidd olan, onu pozan, onu naqisləşdirən zahiri və batini fitnələri dəf etmək. Onu işin əvvəlində müalicə etmək. İşin əvvəlində müalicə etməsə, işin ikinci tərəfində onu nusuh bir tövbə ilə müalicə etməkdir. İş əldən çıxmadan öncə o işə çatması üçün. Yəni bir qul əməllərində etdiyi nöqsanları işin başında müalicə etməlidir.
salih əməllə. Yox, edənmədisə, günah artıq baş verdisə, o günahlarını tövbə ilə, nusuh tövbə ilə yuyub aparmalıdır. Yəni, möminə düşən fərzlərdən biri də imanı təhqiq etmək, onu artırmaqdır. Həmçinin imanı qorumaqdır. Onu pozacaq və naqisləşdirəcək şeydən. Allah Azza və Cəllə buyurur ki, İnnəl-ləzīnə ittəqəv İzə məssəhum taifun minəş-şeytan. Allahdan qorxanlara gəlincə, şeytanlardan ona həmin o qorxanlara vəsvəsə gəldiyi zaman təzəkkəru fə izə hum mubsirun. Onlar dərhal Allahı xatırlayarlar və görərlər. Nəyi görərlər? Əməllərində nöqsanlarını, şeytanlardan ona dəyən nöqsanlarını görərlər. O şeytan ki, insan üçün düşmənlərin ən düşmənidir. Elə ki, şeytanın onlara vəsfələrini görəndə insan başlayır həmin o nöqsan olan yerdə sədd qurmağa. Allahdan qorxanlar, onu görənlər. Çatlağı təmir etməyə və ilk əvvəlki halına qayıtmağa. Belə etdiyi zaman onun düşmənləri də xusrana qayıdar. Çünki Allah buyurur ki, وَإِخْوَانُهُمْ يَمُدُّونَهُمْ فِي الْغَيِّ ثُمَّ لَا يُكْسِرُونَ. Çünki şeytan öz dostlarının azğınlığını artırar və onlardan əl çəkməz. Həqiqətən şeytan insana həlakə düşməyə, azğınlığa düşməkdə heç bir qüsur eləməz yəni. Əl çəkməz şeytan öz dostlarından. Ta ki o dostları onlara icabət edənə qədər, ona itaat edənə qədər, hətta ona itaat edib, onun dəvətinə icabət edib, ta ki həlakə düşməyənə qədər. Elə ki həlakə düşdü, xüsusən onlar üçün haqq olur. Və şeyx burada axırda dua edir ki, Allahım, bizə imanı sevdir, onu gözəl göstər qəlbimizdə və bizə küfrü, fasiqliyi, isyanı çirkin göstər. Bizi raşidlərdən et, lütfünlə, minnətinlə, həqiqətən sən hər şeyi bilən və hikmət sahibi olansan. Və burada şeyx bitirir. Növbəti fəsil olacaq bizdə imanın səmərəsi. Deməli, birinci fəsil bizdə nə idi? İman nədir? Sualına cavab verdik. İkinci fəsil imanı artıracaq və onu qoruyacaq şeylər. Üçüncü fəsildə artıq şeyx rahiməhullah danışacaq imanın faydası və onun səmərəlindən. Allah subhanət hala şeyxə rəhmət eləsin. Və barakallahu fikum. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.